Milan onu istədi, Real Madrid ona titullar vəd etdi. Amma o düşünmədən yox dedi. Çünki Roma onun evi idi. Qəti qərarı, sədaqəti və sevgisi ilə. Bu onun hekayəsidir. Francesco Totti. Bu şəhər 1000 illik tarixə şahidlik edib. Amma Roma heç kimi Totti kimi sevmədi. Dar küçələrdə topun səsi yeni bir əfsanənin başlanğıcı idi. Pul, şöhrət, ad, heç biri ailə sevgisindən və şəhərinə sədaqətindən üstün olmadı. Əfsanə olmaq üçün hər kəsin yolunu getməyə ehtiyac yoxdur. O, tək bir formanı geyindi və o forma bir xalqın qüruru oldu. Bəzən sadəcə eyni yerdə qalmaq ən böyük cəsarətdir. Romanın son qladiatoru Francesco Totti. O, sədaqətin simvolu oldu. Roma üçün oynadı və Roma onun üçün yaşadı. Adı əfsanə, həyatı isə Roma üçün yazıldı. Hər hekayənin sonu var, amma əfsanələr əbədi qalır. Tanrı istəyir tezliklə. Növbəti əfsanə kim olacaq? Seçim sənin əlində.